Çay, limon. Çay, limon. Xatırladınız? Çay. Limon. Limçay. O cəmi 44 il ömür sürüb. Ancaq bu 44 il ərzində başına müxtəlif bədbəxt hadisələr gəlib. Əvvəlcə 2-ci Dünya müharibəsində iştirak edib. Orada kontuziya alıb və qulağı zəifləyib. Nitqində problemlər yaşayıb. Müharibədən geri qayıtdıqdan sonra ona teatrda kiçik, hətta sözsüz rollar verilib. Bir dəfə fikirli halda gedərkən başını qaldırıb görür ki, az qala tramvayın altında qalacaq. Tramvaydan qorxur və sarsıntı keçirir. Bundan sonra isə nitqi düzəlir. Tacik filmi olan Nəsrəddin Xocanın 12 məzarı filmində baş rol oynayır. Uğur qazanır. Bundan sonra ulduzunun daha da parlayacağı gözlənilir. Amma xərçəng xəstəliyinə tutulur. Bəşir Səfəroğlu 1969-cu ildə vəfat edir. Ruhu şad olsun. Limon və çay unudulmaz tandemdir. Bəs onun məşhur limçay sözü hansı filmdən idi?